Türkiye'de olup, kardeş Türkiye meşe yağınlarıyla Tanrı'nın imtihanındaydı. Bu Azerbaycan qəhrəmanları 44 günlük vətən müharibəsində necə şücaət eləmişdilərsə, orada da bir qəhrəman. Allah kömək. Rəşadın əsl qəhrəmanlığı o idi ki, Rəşad həm Ruhlarla mübarizə apardı, həm də Azərbaycan bayrağını bir an belə özündən uzaqda qoymaqda. Azərbaycan Allah korusun, Azərbaycan Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə min şəfa versin. Bir daha Tanrı bizi o tür şeylərlə sınırlamasın inşallah. Amin inşallah. Siz kimi gözəl insanlar, fəlsəfə elmlər, siyasi fəlsəfə elmləri doktorundan belə gözəl sözlər eşitmək bizim üçün xoşdur. Var olasın. Bu gözəl kitabı da bizə hədiyyə edirsiniz. Min romanı, Allah kömək olsun. min romanı hazırda İran ətrafında baş verən hadisələri bilmək istəyən varsa, Mili oxusun, onda görər. Baxmaq ki, hadisələr burada 79-cu illər. Şahın da ölümü. Amma bu gündən heç nə dəyişmir. Teşekkür ederim size, var olasın. Allah kömək olsun.